Hər vaxtınız xeyir, dəyərli kanal izləyicilərimiz. Hazırda yeni 6 nömrəli məktəbə yaxın bir ərazidə belə bir gözəl həyət ev təqdim edəcəm. Sənət Qubsadır. Ev yerdən kürsülüdür, gördüyünüz kimi. 4-5 daş kürsülüdür. Mərtəbəsi monolit betondur. Böyük pəncərələrləndir. Çox işıqlı bir evdir. Həyətdəki göz qabağında. Ən azından bu həyətə 6-7 maşın rahat şəkildə yerləşəcək. Qapının ağzı saxlama yer də var. Məktəb düz yaxınındadır, 6 nömrəli məktəb. Həyət gül çiçəklə bəzədilib. Tam hazır. Qaz, su, işıq, kanalizasiya hamısı hazır vəziyyətdədir. Alıb dərhal köçmək mümkündür. Bir ədəd evdir. Yəni ikinci təkrarda belə bir ev yoxdur. Burada eyvanı da var gördüyünüz kimi. Yəni balkonu da var. Zirzəmisi üçün belə qapağa da qoyulub. Pilləkən ağlay daşlarla yığılıb. Həyət çox gözəl və keçək evin sonra şərait hissləri tam şəkildə göstərəcəm. İçərisinin çəkilişini birbaşa qonaq otağından göstərəcəm sizlərə. Böyük pəncərə iləndir. Döşəmə isti döşəmədir, üstü laminatdır. Qoşa qapıdır. Belə bir ümumi bahala boylardan istifadə olunub. Ümumi görünüşü görürüz. Qonaq otağının tavan figurla işlənilib. Qiymət 135 min manatdır. Yekun işlərdir. Yəni demək olar ki, hazırdır. Pilləkənin son tamamlanma işləri gedib qıraqlara vurulub. Qonaq otağının üzbəyüz çox əlverişli bir yerləşməsi olan mətbəxi var. Mətbəxin də pəncərəsi böyükdür, öz həyətinə baxır. Mətbəxi həcmlidir. Yəni kiçik mətbəx deyil. İstərdim buranın işığın yandığını tam şəkildə göstərim. Belə tavan figurla işlənilib, tam səliqəli. Mətbəxin döşəməsi qranitli, altı üstü döşəmədir. Mətbəxinə künc divan da yerləşəcək. Lazım olsa televizorda xalqın böyük bir soyucu da qoymaq olar. Və birinci mərtəbədə də sonucu göstərəcəyim yer. Bunlar çıxır. Bu günləri tamamlanır bunlar. Burada hamam otağı, onu göstərim sizlərə. Bu hamam otağı. Tam təmir. Aksesuarlar danışıq əsasına quraşdırıb vermək də olar. Pilləkənin altında boş bir yeri də var. Lazımsa eşyaları yığmaq üçün. 135 min manata təklif olunur. Belə gördüyünüz kimi Wi-Fi işi çəkilib qoyulub. Pilləkənləri də ki tam hazır. Bu günləri yekun işlərdir. Və qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbəyə qalxmışıq. Yataq otaqlarıdır. Eyvana çıxışı. Burada da yataq otağı və burada hamam otağı. Hamam otağını göstərim. Hər mərtəbənin özünün ayrıca hamam otaqları var. Tam hazır. Tam müasir üsulda yığılıb. 135 min manat deyilir. Endirim olacaq. Divar kağızlarda keyfiyyətli və bahalı divar kağızlarından istifadə olunub. Yuxarı mərtəbədə hər yataq otağının, əsas 2 yataq otağının özünün ayrıca eyvana, yəni balkona çıxışı var. Qarşısı açıqdır, məktəb yaxında, marşrutlar yaxında, Bakıya, avtovağzala gedən. Yataq otağının hətta bu hissəsində gələcəkdə böyük həcmdə paltar dolabı da yığmaq olar. Ümumi 4 otaqdır, 2 sotdadır, Qubsa əldədir. Burada bizdə belə bir digər yataq otağıdır. Kanalımıza abunə olun, şərh bölməsində şərhlərinizi qeyd edin. Videonu bəyənməyi unutmayın. Kanalımıza abunə olun ki, gələcəkdə belə gözəl həyət evlərimiz, mənzillərimiz satışa çıxanda ilk olaraq siz də izləyə bilərsiniz. Və bu da digər yataq otağıdır, yəni sonuncu yataq otağıdır. Buradan da eyvana çıxışı var. Kombi xəttlər hamısı ayrı-ayrı çəkilib və bu da birbaşa balkon eyvanıdır. Dəhlizlə kombi xətti var. 135 min manata sizə Masazır qəsəbəsinə yeni 6 nömrəli məktəbə yaxın bir ərazidə gözəl bir 4 otaqlı 2 sotlu həyət ev təqdim elədim. Qiyməti 135 min manat. Sonra izləyən təşəkkür edirəm.